paylaşımlarda çox diqqətli olaq. Xüsusilə mənim o cavan qardaşlarımadır, o gözəl, o ömrünün o bahar çağını Allah evində, İmam Hüseynin məclisində o keçirən cavan qardaşlarıma, bacılarımadır sözüm ki, bu neçə gündə paylaşımlarımızda diqqətli olaq. Xüsusilə musiqi, bu çal-çağır məsələlərində çox diqqətli olaq. Gəlin səmimi, mərd-mərdanə, adilanə, münsifanə, vicdan məsələsidir bu. Əgər mənim atam öz şəxsimə deyirəm, atam dünyasını deyişəndə axı mən musiqili, çal-çağır, sədalı bir şeylər paylaşmaram. Anam dünyasını deyişəndə eləmərəm. Amma bu günlər bir günlərdir ki, Peyğəmbər balasının şəhadət günləridir. Bu günlər bir günlərdir ki, canını, balasını ümmət üçün fəda verən şəxsin matəm günləridir.